Down with the pounds. Yəni bu bir ifadədir. Poundlar məhv olsun kimi bir şey. Recently, son vaxtlar, Maria has gained some weight. Maria çəki qazanıbdı. Keçən dərsdən demişik, has gained indiki bitmiş zamandır. İndiki bitmiş zaman necə düzəlir? Have, has, üstə gələk feilin P2 forması. Bəs bu feilin P2 forması nədir? Məsəl üçün, go feildir, keçmiş zamanda olur went, P2 forması üçüncü formasıdır, olur gone. Mən deyəndə ki, I have gone, bu deməkdir ki, artıq getmişəm. Every morning, hər səhər, she weighs herself, o özünü çəkir. On a scale, tərəzidə. Yesterday, dünən, the scale hit at over 2 pounds, 100 pounds. Tərəzi, hit, yəni çatır, vurur. Over 200 pounddan over, yəni 200 pounda çatır. Almost demək olar ki, to the limit, demək olar ki, limitə. She feels a little ashamed of herself. O deyir, a little, biraz, ashamed of herself, özündən utanır. Especially, xüsusilə, since everyone else in her family. Xüsusilə deyir, since, çünki, everyone, hər kəs, else, başqa hər kəs in her family, onun ailəsində, is rather slim, olduqca incədir. Rather da sizə izah etmişdim. Rather olduqca deməkdir. Quite, quite da yenə olduqca mənası verir. Kifayət qədər olduqca bu mənaları verir. For Christmas, Christmas üçün she expects, o gözləyir all her family, bütün ailəsini to come for a visit, ona qonaq gəlsinlər. Her parents and siblings, onun valideynləri və qardaş bacısı are worried, narahatlar about her weight problems. Onun çəki problemi haqqında narahatlar. Diqqət eləyin, burada bu sözə weight deyirəm. Weight. Bax, buradakı ortadakı bu iki hərf birləşəndə oxunmur heç. Ona görə bura kimi oxuyuram. Way, bir də t-nı deyirəm. Weight. Harda? Məsələn, laf sözü də elədir. Gülmək sözü. Yəni, laf deyirəm. Burada bu səs oxunmur. Biraz cümlə sonuna düşəndə yüngül f səsi verir. Maria has told them, baxın, indiki bitmiş zaman, has told. Maria deyir, deyibdi them onlara, not to worry, narahat olmasınlar, because, çünki she's working on a diet. O diyeta üzərində işləyir. Diyeta üzərində işləməyi planlaşdırır. Which, hansı ki, she has received, o alıb from a good friend, yaxşı bir dostundan. Yəni, baxın, has received, indiki bitmiş zaman. Ed olan feillərdə asandır. Sadəcə, məsələn, I have cleaned, mən təmizləmişəm, indiki bitmiş zamanda. Simply, sadəcə, put her new diet consists of new cooking recipes. Sadəcə deyir, onun diyetası ibarətdir, yeni bişirmə reseptlərindən ibarətdir. Yəni deyim, sadəcə onun diyetası yeni bişirmə, cooking, yəni bişirmə, yemək diyetlər reseptlərindən ibarətdir. Her family, onun ailəsi, encourage her, cəsarətləndirir onu. To keep the diet consistent. Keep diet consistently. Consistent davamlıdır. Diyetanı davamlı etməsi üçün. When Christmas finally arrives, Christmas gələndə, she gets into an argument. O deyir, ailəsi ilə argument, yəni mübahisə eləyir. They accuse, onlar günahlandırır her, onu, of not keeping her diet. Diyetasını tutmamakta. Since, çünki they cannot tell. Onlar deyə bilmirlər ki, Maria has lost or gained weight. Maria çəki qazanıbdırmı və yaxud da itiribdirmi? Onlar bunu görmürlər. Yəni, ona görə də onlar onu they accuse, ittiham eləyirlər ki, diyetana davam etmirsən. About a month later, bir ay sonra, Maria sends her family photo of herself. Maria özünün şəklini göndərir ailəsinə. The picture show, şəkil, show the scale, tərəzini göstərir.
at her feet. Yəni ayaqlarında. Amazingly, she weighs, deməli, amazingly Azərbaycan demək təəccüblü şəkildə deyək və yaxud da belə surprisingly deməkdir də. Azərbaycanla birəbir necə düşür bilmirəm. Amma surprisingly çox işlədirik. Belə bəlkə başa düşərsiniz. Amazingly, surprisingly. She weighs, o çəkir only 100. Sadəcə 100 pound. Yox, 120 pound. 120 pound çəkir. All of her family, onun bütün ailəsi congratulates her, onu təbrik edir. On what a wonderful job. Yaxşı işinə görə she had done, onun etdiyi. However, lakin Maria has a secret. Maria'nın sirri var idi. For the Photoshop'da she has manipulated the scale. O deyir tərəzini manipulate, yəni özü idarə eləyib də istədiyi kimi. Just turn it back a little. Onu biraz geri çəkibdi çəkiləri. Steven is a movie buff. Steven film həvəskarıdır. Today, bugün is Friday, 5-ci gündür. And for this evening, bu axşam üçün, he plans to go to the theater. To a theater, o teatra getməyi planlaşdırır. To watch a newly released movie. Release azad etmək deməkdir. Release. Azad etmək deməkdir. Sadəcə burada yəni nə mənasını verib? Yəni yeni buraxılan, yenilikdə buraxılan bir filmin baxmağa gedir. Steven arrives at the theater early. Steven erkən gəlir teatra. But there is already a long line. Amma artıq a long line, böyük bir cərgə var in front of the box office. Box office'in qarşısında. Box office nədir? Bilet satılan yerdir. Interestingly, təəccüblü şəkildə və maraqlısı budur ki, there are also many elderly people. Həmçinin deyir, həmçinin çoxlu böyük insanlar var. Waiting in line, cərgədə gözləyən. That's probably because on weekends. That's probably ehtimal ki on weekends həftə sonlarıdır. Ona görə elədir. They also, onlar həmçinin show a few classical movies. Bir neçə klassik filmlər göstərəcəklər. Also, baxmayaraq ki, the movie, film Steve'in istədiyi to see starts in a few minutes. Bir neçə dəqiqəyə başlayır. He offers an elderly couple, o deyir təklif edir böyük cütlüyə to go before him, ondan qabağa keçsinlər. He understands, o başa düşür ki, understand well, yaxşı başa düşür ki, that it must be hard, bu çətin olar for them, onlar üçün to stay in line, cərgədə olmaq. Especially xüsusilə because of the rainy weather, yağışlı havaya görə. Steve is still staying in line. Steve hələ də cərgədə dayanır. Çünki he sees a piece of paper on the floor. Yox, yox. Burada as kimi mənası verir? Steve is still staying in a line. Yəni cərgədə durarkən, hələ də cərgədə durarkən. He sees a piece of paper. O bir parça kağız görür on the floor, döşəmənin üstündə. He takes a closer look. O deyir, bir yaxından baxır. Closer look, yəni bir baxış atır. Yaxından belə əyilib baxırlar, ona deyilir. And discovers that, və müəyyən eləyir ki, the paper, kağız, is a $20 bill. $20 çekidir. He picks up the money, pulu götürür. And wonders, mərak edir if somebody in front of him, onun qarşısındakı kimsə might have dropped it, onu sala bilər. The elderly couple, böyük cütlük, watches him, ona baxır. Suddenly, qəfildən, they approach him. Onlar ona yaxınlaşır. It might well be that we just dropped the money. It might well, deyir, ola bilər ki, biz just dropped, salmışıq pulu by accident, təsadüfən. But since you are such a kind person və sən çox mehriban adam olduğuna görə it's all yours, hamısı sənkidir. Burada bir qaydanı əzbərləyəcəksiniz. Such və so.
İkisi də elə belə mənası verir. Elə belə. Əgər saçdan sonra isim gələrsə, biz saç vermisəz üçün deyirik saç, a nice book. Burada saçı vermişik. Saçdan sonra book isim gəldiyi üçün biz onu saçla işlədirik. Və isimin qabağında hər zaman sifət işlənə bilər. Və bu isim təkdədirsə, baxın Nəzrinin olimpiyadasına düşmüşdü. Bu isim təkdədirsə, mütləq qabağında article olmalıdır. Nəzrin bunu səhv götürmüşdü. Cavab belə, Nəzrin götürmüşdü such a bad weather. Such a bad weather. Burada weather hava sayılmayan isim olduğu üçün diqqət eləməli idi ki, article olmaz. Amma Nəzrin article götürmüşdü, ona görə səhv çıxmışdı. Amma so'dan sonra bunu silək. Bu necə böyüdə bilirik? Belə eləyək. Tamam. Amma dedik saçdan sonra isim gəlirdi. So'dan sonra isə sadəcə sifət gəlir. Məsələn, so bad. So bad. Deyirik the weather is so bad. Görürsünüz heç bir isim gəlməyib. Ona görə so işlətdik. So difficult. Biri var deyirsiniz çox çətindir. Deyirsiniz so difficult. Bir də var deyirsiniz çox çətin tapşırıqdır. Deyirsiniz such a difficult task. Burada task sayılan isim olduğuna görə e artiklı vermişik və isim olduğuna görə də saçla işlətmişik. Keçdik digər mətnimizə. A helping hand. Steven is 15 years old. Steven'ın 15 yaşı var. Bilirsiniz də, əgər sayıların sonu teen şəkilçisindən bir qurtarırsa, bu 13, 14, 15, 16, düz 20-yə qədərdir. Əgər ty şəkilçisindən qurtarırsa, bu onluqlar, nə dedik? Dedim 20-yə qədər, demədim 20. Bu 20, 30, 40, 50 bunlardır. Steven is 15 years old from Monday to Friday. Birinci gündən 5-ci günə qədər. He goes to school, o məktəbə gedir. And around 1 o'clock, bir saat ərzində, bu around burada ərzində mənası verir. He takes the bus home. O deyir, onu aparır avtobus evə. Usually, adətən, the bus is crowded. Avtobus basa-bas olur with other students. Digər tələbələr ilə. Sometimes, bəzən the elderly take the bus to. Böyüklər deyir take the bus, yəni avtobusa minirlər. As many of them, onların çoxusu, many of them, onları çoxusu, are just too old, olduqca yaşlı olur. To drive a car, maşın sürmək üçün. Steven is kind. Steven deyir mehriban and compassionate young man. Yəni bir şeyi ürəkdən istəmək, həvəsli olmaq, bax bu şeylərə deyilir. Çox deyir compassionate young man. Azərbaycanla bunu necə qoya bilərik? Compassionate bir şeyi yenə deyirəm, çox istəyəndə işlənilən sözdür. Mehriban və yəni insanlara kömək etməyi sevən insandır. If he sees an elder person, o der böyük adam görəndə, riding on the bus, avtobusda gedən, he offers his seat, o yerini təklif edir. Because, çünki for older people, qoca adamlar üçün it can be very hard, çox çətin ola bilər, to stand on a moving bus, hərəkət edən avtobusa dayanmaq. At the bus station, avtobus stansiyasında, there is a traffic light for pedestrians. Trafik ışıqları var, yəni svetofor, for pedestrians, yəni piyadalar üçün. It has a new system. Onun yeni sistemi var. Where, harada ki, one has to push a button. One, kimsə, has to push, basa bilər butona. To get a green light, yaşıl ışığı vurmaq üçün. Demək, xarici ölkələrdə belə bir şey var. Məsələn, bir piyada dayanıbdırsa, keçmək istəyirsə, orada butonu basıb, yaşılı yandırır və özü keçə bilir. Many elderly have trouble with this. Çox deyir böyüklərim have trouble, narahatçılıqları var bundan bağlı. Steven never hesitates to help old people. Heç vaxt tərəddüd etmir, hesitate.
Tərəddüd etmir to help old people. Böyük insanlara kömək etmək üçün cross the street küçəni keçmələrinə. Steven already has an idea of what he wants to do in the future. Steven deyir artıq has an idea, bir fikri var ki, what he wants, o necə kömək edə bilər gələcəkdəki insanlara. He thinks, o düşünür, it will be very rewarding work. Bu deyir çox, yəni rewarding, yaxşı bir iş olar. If he could become a professional caretaker. Əgər o deyir olsa, professional caretaker, yəni qocaların qayğısına qalan, uşaqların qayğısına qalan insanlara deyilir. Yəni bunu xarici ölkələrdə bir sənət peşə, dayə deyirlər bizdə. Sənət peşə kimi işləyirlər. My name is Maryam and I have many hobbies. Mənim adım Məryəmdir və mənim çoxlu hobbilərim var. The reason is simple. Səbəb sadədir. I just have many different interests. Mənim çoxlu, fərqli interest maraqlarım var. As a kid, uşaq olarkən, I had a large doll collection. Mənim böyük bir kukla kolleksiyam var idi. But now, amma indi, my likes, mənim zövqlərim have changed, dəyişibdir. Nowadays, I am very much interested in art. Bu günlərdə mən rəsmlə çox maraqlanıram. I like to paint, mən rəngləməyi sevirəm. And I am especially fond of reading books. Və mən xüsusilə kitab oxumağı xoşlayıram. I read all kinds of non-fiction books. Mən bütün növ non-fiction, yəni uydurma, fantaziya filmləri oxumağı xoşlayıram. Oxuyuram. Even hətta history tarix. I also like, mən həmçinin xoşlayıram to play the piano, piano çalmağı. Music is one of my favorite pastime. Musiqi mənim pastime, əyləncə, boş vaxtım, sevimli boş vaxt aktivitələrindən biridir. Pastime, boş vaxtda keçirdiyiniz aktivitelərdir. Being involved with many hobbies, deyir ki, involved cəlb olunmaq deməkdir. Çoxlu hobbilərə cəlb olunmaq is a tradition, bir ənənədir in our family, bizim ailəmizdə. My sister likes to read books. Bacım kitab oxumağı xoşlayır. About philosophy, filosofiya haqqında. And everyone in my family, və hər kəs mənim ailəmdə participates in cultural activities, iştirak edir mədəni fəaliyyətlərlə. Besides reading, oxumaqla yanaşı, oxumaq və musiqi ilə yanaşı, I also like, mən həmçinin xoşlayıram to play tennis, tenis oynamağı. And on special occasion, xüsusi vəziyyətlərdə, such as on vacation, məsələn, səyahətlərdə. I like to play golf, mən golf oynamağı xoşlayıram. My parents, valideynlərim, are much more into animal breeding. Daha çox deyir, heyvan bəsləməyi, yəni maraq göstərirlər. My father is an expert, atam ekspertdir. With dogs and exotic animals, itlər və egzotik heyvanlar üzrə. If time allows, əgər zaman icazə versə, I love to travel. Mən səyahət etməyi sevirəm. However, lakin, I consider, mən hesab edirəm ki, I consider myself, mən özümü hesab edirəm ki, more of an explorer, daha çox araşdırmacı kimi özümü hesab edirəm. Than a typical tourist, adi turistdən. Having many hobbies, çoxlu hobbilərin olması, and doing a lot of sport və çoxlu idman edilməsi. Keep my mind and body active. Mənim zehnimi və bədənimi aktiv saxlayır. And helps me, və mənə kömək edir. Look forward in life as well. Yəni həyatda keeps my mind and body active and helps me to look forward in life as well. Yəni həyat məni qarşıda nə gözləyir? Onu yəni sezməyimi bilməm, bu mənanı verir. Look forward to bir şeyi səbirsizlə gözləmək deməkdir. Mənada ancaq onu verir ki, yəni daha öncə gələcək həyatım nə gözləyir? Onu nəzərdə tutur. My name is Astrid. I have planned my vacation. Mən deyir səyahətimi planlaşdırıram. For over 6 months, 6 aydır ki. I am from Sweden, İsveçrədənəm. And the winters are dark. Qışlar qaranlıq olur. And cold və soyuq olur orada. I have not made a career choice. Mən deyir karyera seçimi etməmişəm. To speak of. I have not made career choice to speak of. Mən deyir karyera seçimi etməmişəm. But I have saved enough money. Amma kifayət qədər pul yığmışam. For an extended vacation. Böyük bir səyahət üçün in Southern Europe.
Cənubi Avropada. Vacation is something, vacation elə bir şeydir ki, I take very seriously. Mən deyir onu çox ciddi planlaşdırıram and try və çalışıram. I take very seriously. Çox ciddi yanaşır və try to plan və planlaşdırmağa çalışıram. As early as possible, mümkün qədər erkən. As early as possible, mümkün qədər erkən. That's because, bu ona görədir ki, during school holidays, məktəb tətili ərzində, and especially, xüsusilə in the winter time, qış zamanı, the airlines raise airfares üzr istəyirəm, disproportionately. Deyir ki, qış vaxtı ərzində təyyarələrin qiymətləri, airfares, yəni təyyarələrin hava xətləri, yəni təyyarələrin qiymətləri raises qalxır. Bir də deyirəm, təyyarələrin, bu da qiymətləri raises qalxır. Yəni qeyri-standart şəkildə mənası verir. Next month, gələn ay, I will begin my winter vacation. Mən də qış səyahətimə başlayacağam. I will fly to the island of Tenerife. Mən deyir, fly uçacağım. To the island of Tenerife, Tenerife adasına. Which is, hansı ki, a part of Spain, İspaniyanın bir hissəsidir. But is located far, amma uzaqda yerləşir. Out in Atlantic Ocean, Atlantik okeandan. I am excited about my upcoming vacation. Mən deyir, həyəcanlıyam mənim upcoming vacation, yaxınlaşan səyahətim üçün. Çünki vacation time for me is the most important time of the year. Çünki səyahət vaxtı mənim üçün ilin ən vacib hissəsidir. Bunu da belə bitirdik.